Məhsul yığımından sonra mütləq gübrə istifadə etmək lazımdır. Feyxo bitkisində meyvələri yığandan sonra gübrə istifadə etməliyik. Bu gübrələmə həm qışda şaxtadan və ya sərt qışdan bitkinin qorunması üçün və əlavə olaraq inkişafı üçün, gələn il yaxşı məhsuldar olması üçün vacibdir. Yaxşı olar ki, üzvü və mineral gübrələrdən istifadə edək. Üzvü gübrələrdən kompost və ya başqa sönmüş mal peyni, biohumus, bu kimi üzvü gübrələrdən istifadə edə bilərsiniz. Yaxşı olar ki, yaş peyindən istifadə etməyəsiniz. Kök zərərvericilərinin çoxalmasına səbəb ola bilər. Üzvü gübrələr torpaqda faydalı mikroorqanizmlərin yaxşı fəal iştirakında böyük rol oynayır. Gübrələrdən isə fosfor, kalium tərkibli gübrələrdən istifadə edə bilərsiniz. Azot çox az miqdarda olmalıdır. Mikroelementlərdən, kiçik elementlərdən isə oligomix istifadə edə bilərsiniz. Bunu da mütləq istifadə etməyiniz zəruridir. Baxın, gövdənin 20 sm aralığına və çətrin bu hissələrinə üzvü gübrəni səpirsiniz və sonra da mineral gübrəni səpib, yüngülcə yumşaldıb su verirsiniz. Bu qədər. Hörmətlər.